Vətən Uzaqda Deyil proqramı sizi Yaponiyadan salamlayır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ikinci dəfə idi ki, Yaponiyada yaşayan Azərbaycanlılarla görüşürdü. Görüşdə soydaşlarımızla bərabər ölkəmizi sevən Yaponlar da iştirak edirdi. Maraqlı və səmimi görüşün ardınca Azərbaycanlı və Yapon sənət adamları Osaka Kansai Expo 2025 dünya sərgisinə gələn yüzlərlə insanı öz çıxışları ilə heyran etmişdi. Bu bir mədəniyyət bayramı sanki fərqli mədəniyyətlərin sintezi idi. Cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Soydaşlarımızla görüşdən sonra axşama doğru Xəlil Kələntərlə həmsöhbət olmaq, alim kimi uğurlarından danışmaq, vətən sevgisini duymaq imkanımız oldu. Yaponiyada yaşayan Azərbaycanlılar, eləcə də dünya Azərbaycanlıları Xəlil Kələntəri çox yaxşı tanıyırlar. Xəlil Kələntər Azərbaycan diasporunun ən fəal üzvlərindən biridir. Azərbaycanlı alimdir və 40 ildən çoxdur Yaponiyada yaşayır. Xəlil Kələntərlə söhbətimiz onu sizə daha yaxından tanıdacaq. Onun elmi araşdırmaları, onun Azərbaycan diasporunun fəaliyyətinə verdiyi töhfələr, Azərbaycan üçün gördüyü işlər ölçüyə gəlməzdi. Xəlil Kələntərlə söhbətimizi təqdim edirik. Sakit, təmkinli, böyük elmi uğurlarını sanki pıçıldayaraq, sakitcə sadalayan, Azərbaycan deyəndə gözləri dolan həmsöhbətim hər şeyi başdan danışır. Mən də zövq və qürurla onu dinləyir, suallarıma cavab tapıram. Xəlil Kələntər təhsilini Yaponiyanın Taiyohashi Texnologiya Universiteti, Nagoya Universiteti və Tohoku Universitetində alıb. O, Taiyohashi Texnologiya Universitetindən bakalavr, mühəndis magistr və fəlsəfə doktoru dərəcələrini alıb. İkinci fəlsəfə doktoru dərəcəsini isə Tohoku Universitetindən alıb. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimi tanınan Xəlil Kələntərə qeyd etdiyim sahədə apardığı geniş tədqiqatlara görə beynəlxalq konferanslarda Yaponiyanı təmsil etmək hüququ verilib. Gəlin hər şeyi başdan danışaq. Necə oldu ki, Yaponiyaya gəldiniz və Yaponiyaya gəldiyiniz ilk günü necə xatırlayırsınız? Yaponiya 1981 aprel ayının 12-sində Osaka'ya gəldim. Sonra bir gecə burada qaldım, sonra getdim Nagoya. Nagoya Üniversiteti vardı, apardılar ora. Getdik, gördüm, müəllimlər hamı oturubdu. Təhsil almağa gəlmişdiniz bura? Təhsil almağa gəldim. Öz profesorum da var idi. Mənə dedilər ki, 6 ay burada, gələ dərs oxuyasan. 6 ay mənim ömrüm burada dilə görə keçəcəkdir. Yəni, bundan gərək mən çox bəhrə götürəm. Çətin gəlirdi sizə? Çətin ki, 6 ay adamın ömrü 6 aydır, 6 ay sən dil oxuyursan. 6 aydan sonra mən getdim, mənim universitetim ayrı yerdir, getdim ora, balaca bir şəhərdir. Orada dedilər, gərək research student deyərlər, yəni araşdırma aparasan 6 ay. 6 ayda o cürlə, əli boş research elədik, oldu, budur. Sonra dedilər magistrə girdim, sonra başladım oxumağa. Mən gəlib elektronik istirdim oxuyam, amma bunlar mənə qabağıma qoydular, dedilər optiksdir.
nə deyim də, nə dil bilirəm, nə bir şey. Yaxşı, optiks. Optiks nədir? Başladım, optiksi bilirdim, amma işləməmişdim orada. Qoydular qabağıma, dedilər ki, bu optikal fiberdir. O zaman da optikal fiberdir, fiber deyirlər Azərbaycanda. Optikal fiber. Optikal fiberi qoydular qabağıma. Bunun içindən biz bir-birimizə bu cür baxırıq. Elə o cürlə bu gərək biz şəklimizi bunun içindən bir dənə 1 millimetrdir. O 1 millimetrin içində bu şəklimizi gərək göndərək elə o cürlə. Elə bir-birimizə baxa-baxa. Siz durubsuz o başda, bu mən durmuşam bu başda. Elə bir də 1 millimetr fiberin içində bir-birimizi görürük. Nə bunu bilirəm, nə bir şey. Bugünkü nəticələrə baxanda Elə söz ondadır. bəli, çox böyük hünər göstərmisiniz. Yaponiya vətəndaşı olan professor Xəlil Kələntər dünyada ilk dəfə işıqla yönləndirilən mikroreflektorlu və mikrodeflektorlu optik lövhələrin müəllifidir. Bununla yanaşı o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. Soydaşımız LCD işıqlandırılmasında istifadə olunan işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni optik dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. Xəlil Kələntər hazırda dünyaca məşhur şirkətlərin birində baş tədqiqatçıdır. O, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin üzvüdür. Həmsöhbətin asta-asta uğurlarını sadalayır və Yaponiyadan başqa ölkələrə getməsi üçün edilən təklifləri yada salır. Biri mənə dedi, Xəl, gəl get Fərzən Amerikaya. Fərzən burada bir-birəm mən iş görürəm. Onu hamısını dağıldım, gedim bir də Amerikada bir şey düzəldim. O çətin bir işdir. Mən bir dənə kərpicin üstünə bir kərpic qoyuram, işimi düzəldirəm, işimi qabağa aparıram. Yəni bu özə mənə bir də fon, nə deyirlər, paya kimi bir şeydir, sütun kimi bir şey olasın. Siz burada qalmağa gəlmişdiniz. Qərarınız nə idi? Oxuyasınız, geri qaydasınız yoxsa? Geri yoxsa... qaydam, yəni ayrı yerə gedəm. Necə oldu ki, Yaponiyada qaldınız? Elə söz ondadır ki, bilirəm adam çətinlik çəkə, bir də onu poza, sonra gəlib bir də ayrı iş görə. O olmaz, o mənim işimdir. Mənim işim düz getməkdir. Bir dənə işi görən də onun dərinliyinə gedər. Yəni onun içində nə var, nə iş görə bilirəm. Ona görə mən bu işi başladım, görə bitirəm. Bitirmək də təhsil deyil, yəni oxumaq da deyil, iş görmək, araşdırmaq da deyil. Onun dalında da, arxasında da çox şeylər var. Davamlılıqdadır. Davamlılıqda. Bu indi də ki, görürsünüz mənim işlərim, elə davam edirəm, ona görə bu işlər gedir qabaq. Qoydular qabağıma, bu cür deyim ki, elə bir dənə çay gedir, su gedir. Mən düşmüşəm o çayın içinə, su məni aparır bu yana, su aparır o yana. Əlimdən də bir şey gəlmir. Amma aparanda elə öz işimi görürəm. O yana da gedəndə işimi görürəm. Çömürəm deyəm mən, o yana gedim, bir yana gedim, yox. Aparırlar. Mən də onların gücü var, mən o gücə minmişəm. O cürdən o yolla gedim, öz işimi də görürüm. Mən burada onu başladım, 2 ildə magistratura bitdim. Sonra dedim, doktora istəyirəm oxuyum. Doktoranı da deyirlər, ayrı universitetə gedə, elədi belə. Getdi, onlarla görüşdü, amma məni qaytardı bir də öz yerinə, profesor. Deyim, biraz da çətin bir professoradır, yəni nə deyim, hər şeyi deyirdi, mən deyən olsun. Mən də deyə bilmirdim, mən deyən olsun. Bu cürlə onun əlinin altında yenə başladım doktoranı. 3 ildə doktoranı da oxudum. Sonra bunu da çətinliklə oxudum. Yenə bu adam çətin bir adamdır. LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin, maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı olan Xəlil Kələntər peşəkarlığa, yüksək elmi nailiyyətlərə gedən yolun çətinliklərini yada salır, ömrünün asan olmayan günlərini bizim üçün vərəqləyir. Həyat onun üçün az qala döyüş meydanına çevrilibmiş. Elə bir ring deyərlər, o boksingdə.
Yarışırdınız. Bu mənim qabağımda durub, mən gəlib bir iş görəm. Bu cür, mən də o cür bir adam. Əslində sizə yaxşılıq eləyib. Yaxşılıq ki, çətinliyi ilə gəlib bu işlə... Qalib olmusunuz, axırda qalib olmusunuz. Çox yaxşı nəticələrə gəlib çıxmısınız. Xəlil Kələntər vaxtını iş və elmi kəşflər arasında sanki bölür, fədakarlıqlarının da nəticəsini görürdü. O, LCD texnologiyalar üzrə Yapon dilində 6 kitabın, 100-dən artıq elmi məqalənin, 100-ə yaxın patentin müəllifidir. Orada mənə deyə optiksi oxuyur. Mən dedim ki, optiksi işi görüm. Amma gəldilər qoydu ki, elektronik qoydular qabağıma, kompaniyada. Başladım onu da elədim. Bu nə idi? Sensorlardır. Sensor haqqında bu fabrikalarda zaten sensor olur o yan bir yanda. Bunlarla ışıqla işlənən sensorlar. Başladım bunu da orada elədim. Sonra bir dənə siz kopya eləyəndə birdən görürsən bir dənə fərdə böyük kağızı qoyursunuz, onu kopya eləyir də. O kopyanın bir dənə böyüyün 1 metr. Onu mən dizayn elədim. Onun içində sensorları qoşdum bir-birinə, sonra işığı verdim, sonra onu hər şeyini elədim mən özüm. Ki onu bir dənə böyük kağızda versə, xəritə də qoysun, o xəritəni çəkəcəkdir, götürəcəkdir. O cür bir şey düzəltdim. Onu eləyəndən sonra bu mənim biraz nə deyirlər, özümə gəldim ki, mənim əlimdən bir iş gəlir. Yəni özümə inandım. Yəni doktora yox, yerindəyim. Amma bu iş mən eləyə bildim bu işi. İşi bitirəndən sonra ayrı bir kampanyaya girdim. O kampaniyada da gene bu printerler vardı. Lazer printer var. Bunları, fərzən bir şeyə əl vurmursan, parmağa əl vurmursan, amma deyirsən ki, bu fərzi lezerlə, deyirsən nə qədimidir bunun, böyrü, əni, nə qədimi, onu bilirsən, başa düşürsən lezerlə. Bunları da mən düzəltdim. Bu işləri də gördüm. Bunlar da gene 7-8 ildə bundan geçti. Sonra bir ayrı kampanyaya girdim. Orada dediler ki, xəl, biz istirik kompüterlərin dalında işıq olsun, amma bu işıqlar təzə bir şey, köhnələr yox, indiyəcən eləyərləri yox. Bir təzə bir fikir olsun ki, bu işi görə. Qabağıma qoydular, dedilər sən buyur. Mən də bunu da bilmirəm. Yəni Yaponiyada da bu iş görülməmişdi bu sahədə. Bu sahədə araşdırma və kəşf yox idi. Dedi xəl, o zaman da bu likvid kristal, maya kristallar təzə çıxırdı dünyaya. Əl telefonu da bu kompüter, balaca şeylər. Sonra mən otdum, bunu qoydum qabağıma. Buna o yandan işıq verdim, bu yandan verdim. Baxdım, düşündüm. Buna fizik istəyərlər. O fiziksi düşündüm. Bu nədir işləyir, bu cür şeylər. Sonra otdum, o bir ayda mən onu bir dənə dizayn elədim. Onun riyaziyyatına, öz bildiklərimini onu dizayn elədim. Qoydum qabaqlarına. Özləri inanmırdılar ki, bu bir ayda bu cür bir şey olur. 3 dənə qoydum qabaqlarına. Baxdıra gördü, düzəldi, xəyal elədi bunu. Mən özüm də hələ bilmirəm, nə iş görürəm. Onu da düzgün deyib, başa düşməmişəm. Sonra dedi, xəyal, bir dənə kampaniya, fərzən Fujitsu, Yaponiyada böyük bir kampaniya. Dedi, Fujitsu istəyir ki, biz bir dənə kompüter düzəldə, onun ekranına qoyaq. 8 ay bunun üstündə işlədim. 8 aydan sonra 3 dənə düzəltdim, qoydum bunların qabağına. Sonra bunun 3 dənəyə baxdılar. Onun birin o kampaniya seçdi, dedi budur. Onu mən nədir düzəltmişdim? 2 dənə indiyə kimi, onlar dedikləri kimi elədim. Amma biri öz riyaziyyatımla, öz hesab kitabımla onu elədi, bildiklərimlə elədi. Onlar da demədim ki, öz bildiklərimi eləyir. Amma elədim. Sonra mən inandım ki, bu mənim əlimdən gəlir bu iş. Yəni bildim yolu, nədir? 8 ayda 500.000 dənə mən kompüter verdim işi. Təzə kampaniyada 8 ayda bizim o kampaniya başçısı, prezidenti düzün deyim, çox sevinirdi ki, bu xəlil bu işi görür. Ondan sonra mənə biraz da, nə deyərlər, kampaniya içində mənə bir yerimi düzəltdi, adam verdi mənə də xəlil, sən bunlarla işlə.
O 500 min dənə kompüter bunun kompaniyasına indiyəkən ilk dəfədir bu işi çıxır eşiyə. O birlər də inandı ki, mən bu işi görə bilirəm. Ondan sonra başladım bu işi görə-görə bildiklərimi patent elədim. Bunları bir-bir elədim. 15 ildə mən 100-ə yaxın patent yazdım. Ondan sonra Amerikadan məni çağırdılar. Dedilər, xəlqə konferansa. Sən gəl Britadadan. Bu dünyada 3 dənə mən söz düzəltdim. Bu elə bu sahədə. Biri BLU-dur, biri FLU-dur, biri LGP-dir. Məqalələrimi də bunları yazdım. Bütün dünya başladı bu işlətdi bu lüğətləri. Amerikadan demədilər ki, burada qal, burada işlə. Amerika deməkləri deyirlər. Amma söz onda da adam buranı buraxıb, bu işləri burada pozub, gənə gedib orada işləmə çətin bir işdir. Yenidən başlamaq çətindir. Yəni burada mənə tanıyırlar, tanıdılar, sonra baxırlar. Maaşımı da verirlər, yaxşı da verirlər. Elə o prezident ki, mənə bu işlərə deyirdi, o sevinməyi elə nədir? Mənə bir puldur. Yəni o mənə də artıq pul verir. Xəlil müəllim, neçə il eyni şirkətdə işləyirsiniz? 15 ildə onda işlədim. 15 ildə eyni şirkətdə işləyirsiniz. Bu işləri çoxu da elə orada elədim. Sonra mənə bir ay elə bu məmləkətin özündən bir ayrı kompaniyadan telefon olundu. Dedi, Xəlil, Koreyada sənin istirlər. Dedim, kim istir? Dedi, telefon verdilər mənə, dedi, bununla danış ki. Sonra mən telefon olundu, mənimlə danışdım. Dedi, sən dur gəl Koreyaya, Samsun'a işlə. 3 il. 3 il demədə 2 il dedilər. Sonra 6 aydan sonra mən getdim ora. Bu kompaniyanı buraxdım, getdim Samsun'a işləməyə. Getdim Samsun'da da 3 il Koreyada qaldım. Mənə yer də verdilər, maşın da verdilər. Gedib gəlirdim özüm. Adam da vermişdilər 10 nəfər. Onlarla işlədim. Bəs niyə geri qayıtdınız? Mənim köküm buradaydı. Yəni burada hər şey düzəltmişəm. Onlar da məni Yapon kimi tanıyırlar. Onda pasportum da Yapon pasportum var idi. Yəni, Həm də Yapon xanımla evlənmisiniz. O da var. Həyatınız hər uşaqlar da buradaydı. Bağlıdır. 3 il də orada işlədim, sonra dedim də qayıdıram. Qayıtdım, gəldim. Onlar da mənə yaxşı baxdılar. Koreya dili də öyrəşdim. Onlarla da danışırdım Koreya dilində də. Sonra qayıtdım, gəldim bura. Gəldim, elə sabahından mənə bir ayrı adam telefon elədi. Xəlil, bu məmləkətdə o ayrı yerdə böyük bir araşdırma yeri var. Gəl orada biraz da bir işləyək bir yerdə. Məni tanıyanlar çoxdur da, bu deyirəm, hər yerdə tanıyırlar. Hər yerə gedirdim, gəlirdilər, əl verib, yanımda durub şəkil çəkirdilər. O qədər bunlar mənə, yəni məqalələrimi oxuyurdular buna görə. Sonra ayrı iş verdilər burada, getdim oraya, ayda neçə dəfə gedib gəlirdim, amma onların məqalələrini yazırdım, onların işlərinə baxırdım. Bu cürlə də 5 il, 6 ildə onlarla işlədim, məqalələr yazdım. Elə bu işi görə bir ayrı universitetdə mənə yenə çağırdılar. Xəlil, gəl, mənim bir dənə professorum var idi. Dedi, Xəlil, gəl, bir yerdə işləyək. Getdim onunla da 5 ildə onlarla, elə bu işi görə 5 ildə onlarla iş gördüm. Bu professoru mən nə dedim? 1999-da Amerikada bu professoru gördüm. Yapon adamı idi. Elə bu cür mən ürəkdən yazdım ki, mən birinci doktoramı almışam, sən də bilirsən. Amma ürəyimdə qalıbdır ki, bir ayrı doktora da eləyəm, özü istədiyimi eləyəm. Dedi, Xəlil, göndər yenə kağız parçalarını, mən burada yazım sənin adını. Göndərdim mənə universitetə, Tohoku Universiteti, orada mən bu universitetin tələbəsi oldum. İşləyirəm, amma getmirəm. Həftədə ya ayda bir dəfə gedirəm. Bu cürlə gedirdim, gəlirdim hərdən. Sonra məqalələrimi yazırdım. Sonra məqalələrimi yazdım. Bir ildə mənə bir ayrı doktora verdilər. Yəni, bu ekranlarda babatın qabaqki fayber oldu. Yəni 2 dənə doktora aldım.
Beləliklə, Xəlil Kələntər deyəndə çalışdığı və elmi kəşflərə imza atdığı sahədə saysız hesabsız mükafata layiq görülən Yaponiya vətəndaşı olan Azərbaycanlı göz önünə gəlir. Xəlil Kələntər deyəndə işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri və istehsalçısı, sadalaya bilmədiyimiz onlarla elmi kəşfin müəllifi yada düşür. Və Xəlil Kələntər deyəndə Azərbaycanın qürur mənbəyi olan alimdən əvvəl Azərbaycanlı yada düşür. Yaponiya sizin vətəninizdir. Azərbaycan da vətəninizdir. Necə qoyursunuz onları yanaşıb? Azərbaycan mənim ürəyimdədir. O ayrı bir. Yəni gətirib bir-birinə qoşa bilmirəm. O ayrı bir şeydir. Mənim ətim dəri Azərbaycandır. Burada işləməyi mənim böyüdən bunlar mənə baxmaqları çox böyük bir iş oldu. Yəni bunlar mənə baxdı, məni getdilər, bu yerə yetirdilər. Buna da mən çox təşəkkür edirəm, yəni bunlardan. Amma Azərbaycanın sümüyümdür, dərim də, ətim də Azərbaycandır. İndi də burada işləyirəm. Sonra Amerikada da, mənim konferansda da böyük bir, nə deyərlər, başçılıq eləyirəm bunlara da. Sonra Yaponiyanın özündə də bir ayrı kompaniya vardı, balaca bir kompaniya, startupdır. Onlar da məni çağırdılar. Yəni, universitet, Toyğu Universiteti, mən demişdim, onlarla tanışam, ona görə dedilər, xəl, gəl burada biraz bizimlə işlə. Startup kompaniyadan başladım işləməyi, indi də onlarla da işləyirəm. Bütün dünyada standart var. Standart, 7 dənə də mən standart yazmışam. Yəni, bütün dünyada işlənir. Bunlar da ona görə də mənədən burada, onlar da o isti olur, amma bu məmləkətin bir tikəsidir o da. Mənə də mükafat verdilər, burada da çox mənə mükafat verdilər. Bu cürlə bunlarla da işləyirəm, yəni. Amma vətən vətəndir. Vətən vətəndir, o yerində. Ruhumuz, varlığımız, Andımız Azərbaycan. harda məskən salsan, gönlüm canım vətəndə. Böyüdən ürəyimdir, vətən sənin sinən. Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda Deyil proqramı çərçivəsində dünyanın onlarla ölkəsində yüzlərlə Azərbaycanlı ilə həmsöhbət olmuşam. Qənaətim budur ki, hara gedirsən get, lap dünyanın ən uzaq nöqtəsinə get, bir parça Azərbaycanı da özünlə aparırsan. Hər bir proqramda qarşılaşdığım mənzərə oxşardır. Digərindən az, lap az fərqlidir. Yadımda qalan titrəyən səslər, bir-birini sıxan əllər, dolan gözlər, boğazda düyünlənən ifadələrdir. Beləcə, Yaponiyanın Azərbaycanlı alimi ilə söhbətimizi bitiririk. O, Yaponiyanın başqa şəhərinə, biz isə vətənə dönürük. Ellerinden səni tale qopardı. Vətən Uzaqda Deyil proqramı bu dəfə sizi Yaponiyadan salamladı. Yeni ölkələrdə, yeni proqramlarda görüşənə qədər. Məhəbbətlə vətəndə